Ayənin birində gəlir, deyir, Qədr surəsindədir, deyir, Leylətul qədri xayrun min əlfi şəhr. Deyir, Qədr gecəsi sizin üçün 1000 aydan daha xeyirlidir. İndi 1000 ay şərtidir də, bizim 1000 dənə ayımız yoxdur ki, 12 ayımız var da, bir ildə düzdür. 1000 çoxluq əlamətidir. Məsələn, adam deyir ki, bəzi hədis atırsan, deyir ki, bu zikri 1000 dəfə elə, 500 dəfə elə. İndi o da ki, sən oturub 1000 dəfə bunu sayasan. 1000, 500, 300 bunlar çoxluq əlamətidir. Yəni, nə qədər çox bacarsan elə. Elə də bu demir ki, məsəl üçün 1000 ay deyəndə 1000-dən oturub ay sanmır. Yəni deyir ki, bu 12 ayın ki, sənin bir ilində var, bundan sənə daha artıqdır, daha xeyirlidir. Hədis var bu barədə. Əvvəla bir dənə hədis vardı, bir şey deyim. İndi adam mən kənddə məsəl üçün kəndimizdə şahid olmuşam ki, məsələn ağsaqqallar var, deyir mən hədis qəbul eləmirəm qardaş. Mən Quranda gəlib yazılıb açıram, oxuyuram. Hədis mən nə bilim kim nə danışıb, kim nə edib. 1000 il bundan qabaq peyğəmbər nə deyib, kim nə yazıb. Amma hədisi qəbul eləməyənlər neçə əsr, neçə illər bundan qabaq olan şeyləri qəbul eləməyənlər tarixi qəbul edirlər. Qardaş qəbul eləmədə. Tarix eramızdan əvvəl filan şey olub. Nə bilim, neçənci əsrdə filan impariya qurulub. Bunu sən qəbul edirsən, hətta məsələn bir yerdə söz düşür, 5-10 nəfər oturmuşsan, tarixdən yadına düşüb danışırsan, tarixdə filan şey olub. Belə rahat da danışırsan. Niyə? Çünki qəbul edirsən tarixdə bu şeylərin olduğunu. Öyle də qardaş, niyə tarix olanda, məsələn sən sərf edən bir şeylər olanda qəbul edirsən, Allah kəlamı olanda qəbul eləmirsən ki, peyğəmbər nə bilim nə danışıb, nə yazıblar. Hədis ümumiyyətlə özü loru dillə deyəndə hadisə, belə deyim də, mənası deyil hədisin. Hədis yəni bir hadisə. O vaxtlar bir hadisə olub ki, ya peyğəmbərin zamanında peyğəmbər əyləşib, sahabələr əyləşib, ya bir dənə hadisəni görüblər, oturub yazıblar onu. Ya da peyğəmbər ağzından nəsə çıxardı bir şey deyib, oturub yazıblar onu. Bu da günümüzə belə gəlib, qorunub çatıb. Yəni ya nəyəsə şahid olmaq, ya nəyəsə peyğəmbərin dinindən eşitmək, elə də imamların. Hədis budur, hədis belə deyən hadisə. Bunu qardaş sən niyə qəbul edəmirsən ki? Yəni peyğəmbər söz olanda, Allah söz olanda sənin qəlbində ikrah olur, mənə qərəzlilik olur, qərəzli şəkildə deyirsən ki, mən çünki sən namazı qəbul eləmirsən, indi bizdən uzaq İraq. Sən orucu qəbul eləmirsən, sən həcci qəbul eləmirsən, hər nədə Allahın vacib buyurduğu şeylər qəbul eləmirsən, ona görə səni sərf eləmir deyə sən bunu da qəbul eləməyəcəksən. Hədis mən nə bilim peyğəmbər nə deyib, nə danışıb. Birinci bunu dedik ki, hədisi qəbul eləmək lazımdır, çünki hədis peyğəmbər kəlamıdır. Ondan sonra gəldik bu nəticəyə çıxdıq ki, hədislər peyğəmbərin birbaşa peyğəmbərdən gəlib bizə çatıb, Quran ayələrindən də üst-üstə düşür. Quran ayəsi nə deyir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Hədis nə deyir? Siz bir gecədə eləyə bilərsiniz ki, 80 illik bir adamın elədiyi fəziləti, ibadəti ona şərik olasınız. Nə elədik? Ayə ilə hədis uyğunlaşdı. Bizdə də şiyədə belə bir şey var. Bunu yadınıza saxlayın balaca qardaşlarım. Harada misal üçün bu mövzular düşsə, bir yerdə eşitsəniz, biz o hədisi qəbul edirik ki, Qurandan üst-üstə düşsün. Quranla üst-üstə düşməyən hədisi qəbul eləmirik. Şiyənin etiqadı budur. Amma biz necə? Quran ayəsi nə deyir? Leylətul qadr xayrun min əlfi şəhr. Hədis nə oldu? Gəldi onu tamamladı. Deməli biz hədisi burada qəbul edirik ki, Quranla üst-üstə düşsün. Sonra bir dənə təzədən növbəti ayə. İnna ənzallahu fi leylətil qədr. Biz deyir onu qədr gecəsində. Həqiqətən. Ənzallahu. Nazil elədik onu fi leylətil qədr. Qədr gecəsində. Nəyi nazil edib? Quranı. Qədr gecəsinin ən böyük əlamətlərindən biri də budur ki, Quran nazil olub. Qədr gecəsinə hörmət verən, dəyər qatan şey Quranın nazil olmasıdır. Allah Quranı bu ayda nazil edibdir. Bu 3 gecə var, o günkü gecə, sıra günkü bir də. Bu üçündən biri Qədr gecəsinə təsadüf elədi. Yəni bu üçündən birində daha doğrusu Quran nazil olub. Bu 3 gecədən birində. Ona görə də bu Qədr gecəsinə qiymət verən, hörmət verən Quranın nazil olmasıdır. Quran çünki Qədr gecəsində verilən dəyər. Belə deyim də, Allah deyir ki, mən Qədr gecəsində Quranı nazil elədim. Bunu bir təqdimat gecəsi kimi düşünün. Loru dildə belə deyirəm. Məsələn, bir adam, mən nə bilim, rəssamdır, şairdir, yazardır, hər nə. Bir adam bir təqdimat edir, təqdimat gecəsi keçirir. Öz, məsəl üçün, yaradıcılığını, öz əsərini qoyur ortaya. Bir xeyli adam oturur təqdimatda. Ondan sonra insanlar təqdimatdan sonra görürsünüz intervyu verirlər misal ki. Biz oturduq, belə qarşıladıq, dəyərli bir şeydir bizim üçün, faydalandıq. Bu münasibətlərini bildirirlər o şeyə qarşı. Biz də gəlmişik ki, Qədr gecəsində Qurana olan münasibətimizi bildirək.
Ki bu Qədr gecəsindəki Allah deyir, mən Quranı nazil eləmişəm. Bu Allahın bir təqdimat gecəsidir. Allah Quran-ı Kərimi təqdim edib bizə. Bizim də borcumuz ki, gələk Quran-ı Kərimə hörmət əlaməti olaraq Quranı qaldıraq. Necə ki, hər gecə, bu 3 gecədə eləyirik, başımızın üzərinə qoyaq. Bəzi adamlar qalxır, deyir ki, bu da bugün aktualdır da, bu xurafatdır, özlərindən şey icad ediblər, gəlirlər, otururlar, Quranı qoyurlar başlarına, nə əlaqəsi var, nə mənası var, Quranı açıb oxumaq lazımdır, başın üzərinə qoymaq. Bu hörmət əlamətidir, bu ifadə vasitəsidir, nəyisə ifadə. Misal, belə deyək də, insan həyatında özünün ifadə vasitələri var da, duyğularla nəyisə ifadə edir. Misal, insan öz həyat yoldaşına üzr istəyirəm, məhəbbətini necə ifadə edir? Məsələn, bir xoş sözlə, bir dənə gül alır, aparır, atasından, anasından necə məhəbbətini ifadə edir? Ananın, atanın əllərindən öpür, görür, qoyur gözünün üstə. Yəni bildirir ki, mənim sənə diqqətim var, hörmətim var, mən səni sevirəm. Bizim də Quranı başımızın üzərinə qoymamız, bizim Qurana olan münasibətimizdir ki, biz yəni göstərmək istəyirik ki, sənin göndərdiyin bu müqəddəs kitab bizim başımızın üzərindədir. Bu bizim müqəddəsdir. Necə bizim evimizdədir, halbuki evimizdə məsələn servantın başına qoymuş olan açıb oxumuruq, təəssüflər olsun. Amma ən azından gələk meclisdə başımızın üzərinə qoyaq, bir gün də olsa, 3 gün də olsa, bir ayda, Ramazan ayında gələk münasibətimizi bildirək. Quranla Qurana şirk eləməzlər. Burada heç bir şirk yoxdur. Burada heç bir xurafat yoxdur. Yəni, bu bizə heç bir problem, maniyə yaratmır Quranı. Yəni, bəzi şəri əməllər var ki, Ramazan ayında vacibdir. Misal, biz indi inşallah yenə 2 rükət namaz qılacağıq. Nə deyir? Deyir, qılandan sonra hər rükətdə deyir, 7 dəfə Qulhu Allah denən. Əgər o Qulhu Allahı deməsən, sənin namazın batildir, vacibdir şəri olaraq. Qurban bayramında və Ramazan bayramında fitr namazı qılacaq inşallah bayramda. 5 dənə qunut tuturuq, 5 dəfə Allahu Ekber deyirik. O 5 qunutdan birini tutmasaq, 5 Allahu Ekberdən birini deməsək, əksi eləsək, ya artıq eləsək, əməlimiz batildir. Niyə? Çünki vacibdir ki, biz bunu eləyək. Amma Quranı başımızın üzərinə qoymaq Allah bizə vacib eləməyib. Bu bizim öz könül xoşluğumuzla olan şeydir. Yəni bizim Quranı başımızın üzərinə qoymağımız bizim şəriən vacib əməlimiz deyil. Bizim könül xoşluğuna elədiyimiz əməldir ki, biz bu Qurana müqəddəs kitab olaraq dəyər veririk. Ona görə başımızın üzərindədir. O Allah Azəcanə rəhmət eləsin, baş ağrısı olmasın, inşallah birazdan durub namazı qılarıq. O deyirdi ki, özünüz də qulaq asmışsınız, vay deyir o adamın halına ki, gələr bu Qədr gecəsində də bağışlamayıb, bir ay oruç tutar, gələr 3 dənə Qədr gecəsi keçirər, 3-ündən birində bağışlamayıb. Çünki deyir, Qədr gecəsində gətirirlər əməllərimizi, təqdim edirlər İmam Zaman ağaya. Bizim də əməllərimizi ona aparıb verirlər ki, sən bu zamanın imamısan, sən zamanında bu insanlar, hansı ki, bütün günün namazda fərəz duası oxuruq, gətir əməlimi qoyur imamın əlinə ki, məsəl üçün, Qədr gecəsində 1 illik, 1 il ərzində sənin əməlin var, aparıb verir İmam Zaman ağam, yox, bu nağıl deyil, bu inşallah bir vaxt olar, oturarıq, mən dəlillə sübutdan izah eləyərəm. Gətirir verir İmam Zaman ağaya deyir ki, məsələn, bu insanlar, sənin üçün fərəz duası oxuyan insanlar, sənin zamanında yaşayan insanlar, bu günahları elədilər, bu savabları elədilər. Yəni, deyir İmam Zaman ağa orada baxır, sən savablarına sevinir, sənin pis əməlləri və kədərləri və Allaha sənin üçün dua edir. Yəni, buna görə ən çox önəmlidir. Bu, bir neçə məsələ var ki, Qədr gecəsində önəmli eləyən. Biri, Quranı başımızın üzərinə qoymamızdır, Quranın nazil olmasıdır. Biri, əməllərimizin İmam Zaman ağaya təhvil verilməsidir. Bir də ki, bizim, belə deyək, bu bir aylıq əziyyətimizin, zəhmətimizin bəhrəsini bir ildə görməyimizdir. Allah qismət eləsin inşallah, faydamız olsun, fayda paraq eləsin. Allah eləsin ki, bu Qədr gecələrindən fayda paraq. Allah qəbul etsin hamımızda inşallah. Yana salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed.